Bizim dövrümüzdə yazıçılarla görüş elə də əlçatan deyildi. Yazdığı əsərlərlə oxucuların daxili dünyasına işıq salan, insanın özünü kəşf etməsinə və potensialını üzə çıxartmasını göstərən psixoloq, yazıcı və şərqşünas, gənclərin ruhuna toxunan çıxışların sahibi Rövşən Abdullaoğlunu təqdim edirəm. Gözəl təqdimatınıza görə təşəkkür edirəm, dəvətinizə görə. İndiki dövrün gəncləri və cəmiyyətimizin psixoloji, o mənəvi problemləri nədədir? Necə görürsünüz onu? Çox az mütaliə edirlər. Çox çevik şəkildə işlərini görə bilirlər. Amma gənclər biraz emosional baxımından çox geridədirlər. Çox tez nəyisə əldə etmək istəyirik və oyunlar bizə çox tez mükafatlar verir və bu bizim səbrimizi azaldır. Psixoloji problemləri tapıb və onların əsaslı şəkildə həll olunmasıdır. Gənclər ola bilsin yaxşı həkim olsunlar, mühəndis olsunlar, uğurlu dizayner olsunlar. İçlərində olan o problem həll olmayanda bu hara getsə yenə də problemlə gedəcək. İş sferasına onu gətirəcək, ailəsinə bunu aparacaq və o problemli insan heç bir zamanda xoşbəxt ola bilməyəcək. Çünki onun kökü yenə də insanın özündədir. Qədim Qala nəşriyyatının Kitabla Olaq layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbində möhtəşəm bir görüş oldu. Bu görüşün məqsədi ondan ibarət idi ki, tələbələrdə oxu mədəniyyətini daha da artırmaq, kitaba sevgini aşılamaq. Ümid edirəm ki, bu kitab bu çətinliklərdən məni çıxardacaq və iradəmi gücləndirməyə kömək edəcək. Bu məna axtarma bu hamıda var. İstəyir öz içini bir eşələsin, görün mənim içimdə nə var, dərdim nədir. Rövşən bəy yazıcılığında gələcək bol-bol uğurlar, daha maraqlı əsərlər yazmağı və bizləri daha çox sevindirməyi arzulayıram.